Dünya üzrə iqlim müşahidəçiləri Sakit Okeanda güclənən istiləşmə fonunda daha dağıdıcı Super El Niño ehtimalı ilə bağlı xəbərdarlıq ediblər. Doğru Xəbər Azərbaycan bildirir ki, bu proses qlobal hava sistemini ciddi şəkildə dəyişdirə bilər. Qeyd olunur ki, okean sularında qeyri-adi istiləşmə atmosferdə böyük enerji axınını gücləndirir və nəticədə dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinə səbəb olur. Bir tərəfdə uzun müddətli quraqlıq və məhsul itkisi, digər tərəfdə isə güclü yağışlar və daşqınlar riski artır. Yaponiya Meteorologiya Agentliyinin proqnozlarına əsasən şimal yarımkürəsində güclü El Niño ehtimalı 70%-ə yaxın qiymətləndirilir. Agentlik xüsusilə Asiya regionunda musson yağışlarının son illərin ən aşağı səviyyəsinə düşə biləcəyini bildirir. ABŞ-nin iqlim proqnozu mərkəzlərinin qiymətləndirmələrində isə El Niño ehtimalı yüksək göstərilsə də Super El Niño kimi ekstremal ssenarinin 20-30% ehtimalla baş verə biləcəyi qeyd olunur. Xəbərdarlıq edilir ki, cari istiləşmə tendensiyası keçmişdə qeydə alınmış ən ağır iqlim hadisələrinə bənzəyir və növbəti 2 il qlobal miqyasda rekord istilər və hava qeyri-sabitliyi ilə keçə bilər. Qeyd edək ki, El Niño ekvator xətti boyunca yerləşən Sakit Okeanda müşahidə olunan bir iqlim prosesidir. Bu hadisə zamanı okeanın səthindəki suyun temperaturu normadan yüksək olur və nəticədə yer kürəsinin müxtəlif bölgələrində hava şəraiti dəyişikliklərə məruz qalır.